Bərdə Dövlət Peşə Təhsil Mərkəzində qısa müddətli təlimlər uğurla başa vuran müdavimlərə sertifikat təqdim olunub. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair 1-ci dövlət proqramı çərçivəsində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində öz doğma torpaqlarına geri dönən və peşə bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər üçün təşkil edilən aqronom texniki, frizerçi, tornacı, bağban direktor, geniş profilli, traktorçu, maşinist, təmiri, çilingər, kənd təsərrüfatı, maşın və avadanlıqlar üzrə çilingər, rəqəmli idarə olunan dəzgahların operatoru və baytar köməkçisi, ixtisaslar üzrə qısa müddətli təlimləri uğurla bitirən 95 müdavimə sertifikat təqdim olunub. Tədbirdə Peşə Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, Bərdə rayon İcra Hakimiyyətinin dövlət özəl sektor nümayəndələri, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər inzibati əməkdaşları və təlimləri uğurla bitirən müdavimlər iştirak edib. Çıxış edənlər proqramın önəmindən və Qarabağda gedən quruculuq işlərində kadr ehtiyacının vacibliyindən bəhs ediblər. Tədbirin sonunda təlimləri uğurla bitirmiş müdavimlərə dövlət nümunəvi sertifikatlar təqdim olunub, xatirə fotosu çəkilib. Dilbər Vüqar qızı, Bölgə TV.